Azərbaycanca tam təmiz danışmıram deyə, короче, qohumlardan tutmuş hamı gülürdü. Bir məsələ var bizdə, məsələn, deyir ki, ağa deyir Sürdəriyə, Sürdəriyə. На русском знаешь, как переводится? Господин говорит, езжай яму, езжай яму. Это bukvalniy перевод. Düzdür. Çox atalar sözləri var ki, Azərbaycanca çox gözəl mənadadırlar, amma onu ruslara izah eləyə bilməzsən. İzah eləyə bilməzsən, də nə demək istəyirsən. Gəl izləyicilərimizdən soruşaq. Nigarın belə Azərbaycanca aksenti sizin xoşunuza gəlir yoxsa yox? Danışsın Azərbaycanca. Mən özüm rusca samoçkayım da, mənim rus dilim olmayıb. 6-7 il bundan Всё равно вы отлично говорите на русском. Çox sağ olun. Belə də məndə də bəs qədər aksentlər var, bəzi sözləri belə deyərkən çətinliklərim olur, amma yenə də özümə kompleks eləmirəm, səhv də desən, deməyə çalışıram. Состоявшаяся личность, да. Состоявшаяся личность. Yəni reallaşmamış bir şəxsiyyət. Tam formalaşmamış şəxsiyyət, belə deyək. Azərbaycan dilimi çox belə formadır. Если честно, я начала замечать, что mən Azərbaycanca çox danışanda rus dilimdə biraz skatitsə elədi. Qarışır da dillər ona görə. Da, uşaq qarışdırandan sonra elə alınır ki, nə bir dildə tam təmiz danışa bilmirsən. Mən rusca danışmağa başlayandan sonra mənim Azərbaycan dilində əməlli dəyişikliklər oldu. Həm də yəni bu yaxşı tərəfə yox ha. 100%. İmенно как раз таки pis tərəfə. Bəzi məsələn hərflər falan, sözlər, hecalar, onları mən indi daha çətinlik çəkirəm tələffüz eləməyə Azərbaycanca. Da, amma mən həqiqətən düşünürəm ki, lütfə iki dildə danışa biləsən və okey hansısa dillərdə biraz pis danışasan, nəinki sırf bir dildə qalasan və məsələn Ruscada orta danışırsan, Azərbaycanca da orta danışırsan, amma gələcəkdə sən ingilis dilində də normal danışa biləcəksən, çünki dilin fərqli dillərə öyrəşir. Öyrəşib, bəli. Bu yaxşı bir şeydir. Həm də müxtəlif dildə danışan insanların psixologiyası ilə tanış olmaq, onların düşüncələri ilə tanış olmaq sənə hətta onun da dilində düşünməyə kömək eləyir və sən artıq elə bil neçə dil bilirsənsə o qədər insansan deyə bir söz var. Onunla mən tam razıyam. O insanlarla da общий язык tapmaq daha asan olur. Mən Azərbaycanlı ailədə böyümüşəm. Mən Azərbaycanlıyam ümumiyyətlə. Bu əslində çox insan düşünür ki, metisdir yəqin ki və Azərbaycanlı. Əslində elə deyil. Azərbaycanlıyam da. Ki rus dili baxsan qat-qat daha çətindir Azərbaycan dilinə. 100%. Amma mənim üçün Azərbaycan dili daha çətindir. Düşünürəm rusca, amma məsələn onu Azərbaycan dilinə çevirəndə məna dəyişir. Cümlə başayaq olur. Azərbaycanca düşünüb rusca danışanda orada da məna dəyişir. Конечно, elədir. Əvvəl mən elə başlamışam da, yəni Azərbaycanca fikirləşdim, sonra gördüm ki, çox gülməli çıxır. İnsanlar bizə necə gülürdülər. Məna itir. Məna itir, amma başqa yerə gedib çıxır. Düzdür.